Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər. Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən şəhərin ictimai nəqliyyat sistemində sərnişin daşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədi ilə ölkəmizdə yığılan və uzunluğu 8,7 metr olan 60 ədəd, hər biri 53 sərnişin tutumuna malik BID markalı avtobus alınıb. Enerji doldurma cihazları quraşdırılıb. Avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib. Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi quraşdırılıb. Həmçinin avtobuslarda bank kartları, QR kod, Apple Pay və Google Pay vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb. Bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər. Monitorinq vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək. Bakubas MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ödəniş proseslərinin tam nağdsız formata keçirilməsinə mühüm töhfə verəcək. 3 hektara yaxın ərazisi olan depoda zəruri infrastruktur yaradılıb. O cümlədən texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli elektrik doldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks quraşdırılıb. Depo 2 növbəli iş rejimində fəaliyyət göstərəcək və 200 sürücü, 22 inzibati heyət işlə təmin ediləcək. Sürücülərin aylıq əmək haqqı isə 1000 manatdan çox olacaq. Prezident İlham Əliyevə Zəngəzur dəhlizi üzrə dəmir yollarının tikintisi layihələri barədə məlumat verildi. Bildirildi ki, bu layihələr yekunlaşdıqdan sonra buraxılış qabiliyyəti illik 15 milyon ton nəzərdə tutulur. Horadiz, Yuxarı Mərcanlı, Soltanlı stansiyalarına əhatə edən 30 kilometrlik hissə müvəqqəti istismara verilib və 2024-cü ilin mayından Araz Vadisi İqtisadi Zonası Sənaye Parkına yük daşımaları həyata keçirilir. Bu günədək həmin istiqamət üzrə ümumilikdə 43 min ton yük daşınıb. Naxçıvan Dəmir Yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir. Yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur. Hazırda Naxçıvan Dəmir Yolu xəttinin Salam Məlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik, həmçinin infrastrukturun yaradılması üzrə işlərin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir. Əraziyə hazırda 7 kilometrlik rels və 7000 ədəd şpal daşınıb. Burada sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə mina təmizləmə işləri tamamlandıqdan və layihənin uzlaşdırılması məqsədi ilə trip marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. Eyni zamanda Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra olunan Qars-İğdır Dilucu dəmir yolu layihəsi ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda Türkiyə tərəfindən qeyd olunan dəmir yolu xətti üzrə layihələndirmə işləri aparılır.